Şəhid Ələkbərov Rəşad İlqaroğlu 1997-ci il sentyabrın 15-i Gəncə şəhərində anadan olmuşdur. Əslən Gədəbəy rayonundandır. Rəşad evin tək övladıdır. O, anası ilə eyni gündə dünyaya gəlib. 1 yaş yarımından anasının himayəsində Azər Alüminium yataqxanasında böyüyüb. Rəşadın anası Nalə Ələkbərova 1-ci Qarabağ döyüşlərində iştirak etmiş və yaralanmışdı. O, Qarabağ qazisidir və şübhəsiz deyil ki, Rəşadı vətənpərvər ruhda böyütmüşdü. Rəşadın vətənə olan sevgisi məhz anasından qaynaqlanır. Rəşad çətin şərtlərdə böyüyüb. Anası alüminium zavodda 3 növbəli iş rejimində işləyib, işə gedəndə Rəşadı evdə tək qoymaq məcburiyyətində olub. Rəşad ağıllı, sözə baxan uşaq olub. 2 yaşından bir sayılı bağçaya gedib. 2003-cü ildə Gəncə şəhər Nəsimə adına ingilis dili təmayüllü 44 sayılı orta məktəbin 1-ci sinifinə daxil olub. Dərslərini orta qiymətlərlə oxuyub, təlim-tərbiyəsinə görə müəllimlərinin rəğbətini qazanıb. 9-cu sinifi bitirdikdən sonra təhsilini Gəncə şəhər 3 sayılı peşə liseyində davam etdirib. Təhsilini bitirib 2014-cü ildən Şadlıq saraylarında video operator kimi işləyib. 2016-cı ildə Kəpəz Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılıb. Füzuli rayonunun Alxanlı kəndində N sayılı hərbi hissədə sürücü kimi xidmət edib. 2018-ci ildə təxris olub. O, yenidən video operator kimi işini davam etdirib. Rəşad işləyib anasına dəstək olmağa çalışıb. Onun arzusu özlərinə ev tikmək olub. Çünki Rəşad uşaqlıqdan yataqxanada böyüyüb. Bu məqsədlə o, Cavadxan qəsəbəsində ev tikmək üçün torpaq sahəsi belə almışdı və orada həvəslə müəyyən tikinti işləri aparmışdı. Təəssüf ki, Rəşadın arzuları ilə yanaşı evi də yarım qaldı. 2020-ci il məlum Tovuz hadisələrindən sonra anasına demədən könüllü olaraq orduya yazılıb. 27 sentyabr Ermənistan Respublikasının yenidən ölkəmizə hərbi təcavüzünə cavab olaraq Ali Baş Komandan tərəfindən səfərbərlik elan edildiyi gün Rəşad könüllü döyüşə yollanmaq üçün Kəpəz Komissarlığına gedir. Evin tək övladı olduğuna görə Rəşadı geri qaytarırlar. Buna baxmayaraq Rəşadın vətənə olan sevgisi onu yenə komissarlığa aparır. 29 sentyabrda o könüllü olaraq müharibəyə yollanır. Füzuli istiqamətində döyüşür, Kardrutun, Daşaltını, Şuşanın azad olmasına qəhrəmancasına iştirak edir. İmkan etdikcə anası ilə telefon danışıqları olur. Müharibənin o da olduğunu görmüş ana Rəşad üçün nigaran olur. Rəşad hər zəngində anasına yaxşı olduğunu, tezliklə torpaqlarımızı işğalçılardan azad edib qələbə ilə qayıdacaqlarını. 7 noyabrda Rəşadın
şıllı bəxtəvər diyarımız. Eşq olsun Rauf təslərimə. Allahu Ekber. Nə varsa? Gəl bura, gəl bura, gəl bura. Gəl, gəl, lazımdır, gəl. Evet, görün. Bir kolonda gedin, də bir kolonda. Bir kolon geçin. Tez ol. Get, get. Bu da bizim cəsur qorxmaz komandirimiz. Əliyev Elfak Raftər komandirim. Özü şəxsən kolonun önündə irəliləyir. Laçına Kəlbəcərə doğru. Yok ona layık. Gedirik erməninin Ona layık. layiq olan dedik. Ermənini torpağımızdan qovmağa. Bu da bizim maximizdir. Özü şəxsən Şəmşir övladıdır. Bu da bizim hakimimizdir. Gəncə. Bu da Yusifimizdir. O da geldi. Bu da Batyamızdır. Mən də gələcəm. Bu da Gəncə. Bu da Batyadır. Batyanın özü Gədəbəylidir. Bu starşınamızdır, Gizirdir. Bu bizim Gizirimizdir. Bu da Allahu Ekber, Gədəbəy övladıdır. Bu Yaşasın Gədəbəyli. əslən Şəkidən olan Gədəbəylidir. Bu da Minbat qardaşlarımızdır. Mən əl eləyim. Elə. Bu da Uğurlu olsun, sağ ol. Boz uşaqlardır. Hamınız seçin. Hamıya salamlar. Əleykum. Gedirik. Şəmkirə salamlar. Əleykum. Erməni çok büyük uşağı gəlirəm. Bu da bizim yoldaş Gizir. Allah qorusun hamı. Amin. Ya bu da mən. Ya bu da mən. Gedirik Qarabağa. Sadıqov Saməddin. Yeri. Cavid, yoldaş Gizir. Siz Salyanlıydınız, eləmi? Görün boyar, hə? Heç nə olmaz, burada silər. Bu videonun burasını silər. Hə? Bundan sonra gediyoruz torpaqlarımıza. Birinci dəfə də Azərbaycan torpaq almalı. Qəşəng. Like, çoxlu like olacaq video. Atellar, ay atellar. Cumbacım olur. Rauf təsəvvür, hamı bir də reski çönün baxın. Qəşəng. Baba. 9 noyabr qələbə bayramını qeyd eləməyəcək. Qələbə bayramımız bayram. Danış, danış. Uğur olsun, bizdik hər şey. Lasıda gedirik. Bu gün bizim qələbə günümüzdür. Torpaqlarımızın bəzi qismi azad oldu. Bu vaxtı parazimizdə yedirik. İnşallah. Lütfen. Laçına girin. Halal da. Yusuf qardaşımızdır. Maxı, Hərə. dağlar bizimdir. Bəhsimizdir. Ay mahnıya bax, ay qaqa. Bu da mahnıya qulaq asır. Mən mahnıyam. Bəxtiyar tutanır başa şahan. Səndə bu sağam, mən deyim. Ay. Qədəmə salam. Ətəhmə, o videolara qoyub səhmə qədəm elə bir başlaya. İyi, sağ ol. Özün də dur. Özün də dur. Belə çaynikdən çayımız da var. Güzel çək. Belə tutamısan adam, serif çəkdir. Video çəkirəm. Hə, video çəkirəmsə videonun içindən şəkillər çəkmək olur da.
Bir də atəş səsləri də olacaq. Gel bizim ayaklarımızla çekler bu. Dıgaların 4 tane solpasını, 4 tane solpasını Hazır eləmişik. özden tapı bilmem. Qardaşlar işləyir. O yev öz toyuqlarına yeyib gedir. Dərsini soymusunuz? Bəli, promo dərdən sonra. Bu erməni toyuğu da bunun dərsi də soyulmalıdır. Saydı turşu Sizin onların özünün Yoxşallah. Şəkli gəl. Şəkli gəlib çıxa Sən ya, bilər. uşaqlar yeni il qeyd edirlər, onun səslərdir. Hə. Saydı o da turşu zat Bir salaya fırdı. Sən ya, inşallah qabaqda çəkərsən. Hə. Emto böləcək bunları. Kimə? Em kim böləcək yeməyi? Bu ne Ha, bu öz bölümümüzün də. Ha. Ben ne? Ben üzümden uzaklaş, zoom ele üzümden. Üzümden tut. Yo yo. Elle ma tut. Ma ele yok. Hə, şak. Dur sen de gel. Keç bura. Sadiyanın özünü də çəkim, bu bizim də mülküdən gələn qardaşımızdır. Sədir, ürək sözlərin nədir? İnşallah hamımız nəfəs alalım, ayda özü salamat tutur. Ay sən, Ayqa, Bir dənə yaralımızı göstər. hanı? Eləmə. Yox, hayır. Yox. Anarsa arzu eləm Ayqa. Muhammed ve Ali Muhammed'e salavat zikri diyelim. Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Yasin vel